İsmət bəy, törəmizin izindəkilərin arasına xoş gəlmisiniz. Çox sağ olun. Törəmizin izində olanların arasında olmaq böyük mutluluqdur. Mut, kut sözləri dilimizin ən qədim sözləridir. Ulu dil nəzəriyyəsi izah edir ki, tək hecalı sözlər ən qədim sözlərdir. Məsələn, at, ət, ev, ox, iç, mut, kut. Çünki mürəkkəb sözləri tələffüz eləmək üçün boğazın anatomik quruluşu müsait deyildi. Ona görə də biz tək hecalı sözlərdən istifadə edirdik. Çox maraqlıdır ki, bugün Şumer dili də Mixi yazılarında olan, gerçi çoxları Akkadiyaya çevrilibdir, amma orijinal Şumer sözlərinin hamısı da tək hecalı sözlərdir. Ona görə də törəmizin izində olanların arasında olmaq bir daha mutluluqdur və kut sözündə əlavə edək, həm də kutsallıqdır. Çünki bizim 5000 illik dövlətçilik tariximizi yaşadan törə olubdur. Törə bizim ictimai qaydalarımızı təyin edibdir. Törə bizim təkcə adət və ənənəmiz deyil, həm də hüquqlarımız olubdur, həm də vəzifələrimiz olubdur. Törə əslində bugün demokratik hüquqi dövlətin nəyi varsa o idi. Demokratik hüquqi dövlətin nəyi var? Konstitusiyası var, yasası var, anayasası var, qanunları var, adətləri var, ənənələri var, vətəndaşlıq hüququ verir, azadlıqlar verir və s. və s. Törə də eynən bunların hamısını qədim türk ictimai münasibətləri üçün təmin edirdi. Ona görə də törə sözü çox böyük sözdür. Yaxşı ki, törəmizin izindəsiniz. Çünki ulu əcdadlarımız törənin unudanların bodununun, bütününün dağıldığını həmişə söyləyirdilər. Ona görə çox şadam ki, biz törəmizin izindən gedirik. Hikmət Babaoğlu Məmmədov. Bugün törənin izindəki qonağımızın fəaliyyət sahəsi çox genişdir. O, jurnalist, siyasi elmlər doktoru, Milli Məclisin deputatı olmaqla bərabər həm də dəyərli araşdırmalar müəllifidir. Qonağımız Hikmət Babaoğlu 1966-cı ildə Qərbi Azərbaycanın Amasya rayonunun Güllü kəndində ziyalı ailəsində anadan olub. 1993-cü ildən fəal siyasi fəaliyyətə başlayıb. Dediyimiz kimi, uzun illər mətbuat sahəsi ilə yanaşı, həm də mühüm dövlət qurumlarında çalışıb. Hikmət Babaoğlu 2014-cü ildən Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasının professoru, 2018-ci ildən Ali Attestasiya Komissiyası yanında Tarix və Siyasi Elmlər üzrə Ekspert Şurasının üzvüdür. Alim 70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 4 dərsliyin, 3 kitab və tədris proqramının, yüzlərlə elmi kütləvi və siyasi analitik məqalənin müəllifidir. Onun bir sıra politoloji əsərləri arasında erməni yalanlarını ifşa eləyən Akdamardan Sarı Gəlinədək Erməni Yalanı kitabı və Türk tarixi və mifoloji dünya görüşündə atlar araşdırması xüsusi maraq kəsb edir. Hikmət Babaoğlu Qərbi Azərbaycan icmasının idarə heyətinin sədr müavini kimi də fəaliyyət göstərir. Biz bugün bir canlanma hiss edirik bütün Türk dünyasında. Və buradakı ən önəmli bağlardan biri də, bizi bir-birimizə bağlayan ən önəmli bağlardan biri də dildir. Siz necə düşünürsünüz? Bugün bəziləri ortaq türk dili deyir, bəziləri ortaq türk dialekti deyir, bəziləri bunu Esperanto kimi, bir yapay dil kimi görür. Mənə maraqlıdır ki, bir aydın kimi, bir ulus sözçüsü kimi sizin ortaq bizi birləşdirən bir dəyər olan dillə bağlı, türk dili ilə bağlı düşüncələriniz nələrdir? Əslində dil idrakin ifadəçisidir, təfəkkürün ifadəçisidir. Ona görə də dil sadəcə lingvistika hadisəsi deyil, dil düşüncə hadisəsidir, təfəkkür hadisəsidir. Amma dilin bir xüsusiyyəti var ki, dil daima yarandığı gündən bəri, bayaq biz o tarixinə ulaşdıq, 5000 illik tarixi, 12000 illik tarixə qədər gedib çıxır, ulu dil nəzəriyyəsi aparır və bütün dillərin mənşəyini bir yerə çıxardır. Ulu dil nəzəriyyəsi deyir ki,
vahid bir lingvistik qaydalar vardı, vahid bir dil vardı. Sonradan xalqların yaranması, coğrafyalara bölünməsi fərqli dilləri meydana gətirdi. Ona görə də ulu dildən qalma sözlər, məsələn, bütün dinlərdə və bütün dillərdə eynidir. Məsələn, amin sözü, dua sözü və s. Bax, bu sözlər ulu dilin qalıqlarıdır. Belə hesab edirlər. Hər halda elm belə izah edir. Amma bir də bizim özümüzün müşahidə etdiyimiz hadisə var. Dil diferensiallaşmağa meyillidir, diferensiallaşır, yəni şaxələnir. Məsələn, Azərbaycan, vahid Azərbaycan türk ləhcəsində danışırıq, amma görürsünüz nə qədər ləhcələrimiz var, dialektlərimiz var. Məsələn, eyni atadan, anadan olan iki övladın uşaqlarını birini bu coğrafiyaya, birini tutaq ki 500 kilometr yanında başqa bir coğrafiyaya yerləşdir və lokal bir mühitdə saxla, onlarda dil fərqi yaranacaq istər-istəməz. Çünki burada coğrafi faktor var, ətraf mühit faktoru var, davranış faktoru var, tələffüz faktoru var və s. Ona görə də mən elə gəlir ki, biz bugün çox aktual olan məsələnin həllini çox doğru yerdən başlamışıq. Ortaq dilə gedən yol ortaq əlifbadan keçir. Kim düşünsə ki, biz hansısa bir absurd və yaxud ümumi bir dil fikirləşəcəyik və hamımız o dildə danışacağıq, bu mümkün deyil. Çünki dilin bazisi bunu rədd edəcəkdir. Çünki o fitrətən diferensiallaşmalıdır, bölünməlidir. Sadəcə biz ünsiyyət vasitəsi kimi vahid bir dil istəyiriksə, bunun yolu ortaq əlifbadan keçir. Mən elə gəlir ki, ona görə də ümumi dilə gedən yol buradan başlayacaqdır. Və bir də mən elə gəlir ki, ümumi dilə bir də arxaik sözlərimizi müasir leksikonumuza gətirməklə nail ola bilərik. Yəni, baxmayaraq ki, bu harda istifadə olunur. Məsələn, Azərbaycan xalqının yaşadığı müxtəlif coğrafiyalarda müxtəlif sözlər var. Məsələn, toxta sözü bizim ədəbi dilimizdə yoxdur. Toxta sözünün yerinə stop yazırıq. Qazaxıstanda isə toxta sözü, stop sözünün yerinə toxta yazırlar. Stop dur deməkdir və ingiliscədən gəlir, doğrudurmu? Toxta isə bir dayan nəfəsinə sonra hərəkət et deməkdir. Toxtada hərəkətin davamlılığı var. Stopda isə yoxdur. Amma biz nə edirik? Yanlış olaraq stop yazırıq və yaxud türklər dur yazırlar. Dur elə durmaqdır. Amma toxtamaqsa durub sonradan hərəkət eləməkdir. Ona görə bizim dil o qədər zəngindir ki, onun o qədər dərin ehtiyat fondu var ki, sadəcə mən elə gəlir ki, onları biz müasir çağdaş dilimizə gətirməklə dediyimiz ortaq dili qura bilərik. Mən bir olaya diqqət çəkmək istəyirəm. Bu da sürgün türklərdir. Yəni özəlliklə bugün Qərbi Azərbaycan türkləri ki, hansı ki sadəcə Azərbaycana yox, eyni zamanda dünyanın həm türk dövlətlərinə, həm də dünyanın müxtəlif ölkələrinə sürgün ediliblər. Bilirəm, siz özünüz də Qərbi Azərbaycandansınız. Bax, bu Qərbi Azərbaycanla bağlı bizim hansı işlər aparılmalıdır, hansı işlər görülməlidir, necə biz bax bu dünyaya səsimizi, bu dəhşəti çatdırmalıyıq. Hər birimizin tərcümə halımız var, fərd olaraq, vətəndaş olaraq, insan olaraq. Tarix isə hər bir millətin tərcüməyi halıdır. Yəni bizim xalqımızın tarixi, türk xalqlarının tarixi bizim ortaq tərcüməyi halımızdır. Bunu bilmədən biz kimliyimizi bilməyəcəyik. Ona görə də Azərbaycan prezidenti elə Qərbi Azərbaycan icmasından görüşən zaman dedi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu. Yəni bu siz dediyiniz məsələ o tarixi yaddaş məsələdir. Çünki tarixi yaddaşsız olan milli yaddaş natamamdır. Bu mənada mən elə gəlir ki, hazırki mərhələdə çox bu işlər görülür. Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu çox bu işlər görür. Əlbəttə ki, bu bir xalqın faciəsidir. Qərbi Azərbaycanlıların sürgünə məruz qalmaları 1805-7-ci illərdə, 1918-20-ci illərdə, 1954-48-53-cü illərdə, nəhayət 1987-ci illər və s. Bax, bunlar hamısı bir xalqın faciəsidir, amma bugün tarixi şans yaranıb ki, tarixi ədalət bərpa olunsun. Tarixi ədalətin bərpa olunması üçün də tarixi yaddaş yenə lazımdır. Ona görə mən düşünürəm ki, hazırki mərhələdə bir təbliğat, bir tanıtma kampaniyası aparılır və bu çox düzgün aparılır. Əgər bugün Qərbi Azərbaycanlıların problemi kimi bir problemin mövcud olmasını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul edirsə, Qərbi Azərbaycan icmasının müraciətini Baş Assambleyanın sənədi kimi yayırsa, BMT sənədi kimi yayılırsa, demək artıq belə bir problem var. Bu isə nə deməkdir? Ən əsas məsələ bu coğrafi bütövlük deməkdir. Bayaq biz misal çəkdik dilin diferensiallaşmasıyla bağlı. İndi baxın, türk xalqlarının da inteqrasiyası üçün coğrafiya bütöv olmalıdır.
Bu coğrafya harda bölünür? Qərb Azərbaycanda bölünür. Qərb Azərbaycanın ən kritik nöqtə haradır? Zəngəzurdur, Qərbi Zəngəzurdur. Doğrudurmu? Bax bu gün nəyə görə Türk Dövlətləri Təşkilatı Qərbi Zəngəzur, Qərb Azərbaycan məsələsi nəyə görə bu qədər aktualdır? Çünki bunsuz olmayacaqdır. Yəni coğrafi bütövlük, mədəni bütövlüyü, etnik bütövlüyü, mənəvi bütövlüyü, iqtisadi bütövlüyü yaradır. 2023-cü ilin dekabr ayında Azərbaycan prezidenti yerli mətbuata müsahibə verən zaman dedi ki, bizə yeni milli ideya lazımdır. Çünki dedi 30 il dəqiqlik dövründə bizim milli ideyamız ərazi bütövlüyümüzü bərpa etməkdir. Bax, indi yeni milli ideyanın mənə elə gəlir ki, əsas fəlsəfəsi elə Türk Dövlətləri Təşkilatı və oradakı birlik olar. Yenə mən bir misal gətirəcəm Azərbaycan prezidentindən. Yenə Azərbaycan prezidenti 2024-cü il fevral ayında keçirilən seçkilərdən sonra dedi ki, bizim ailəmiz Türk dünyasıdır və izah elədi nə üçün? Çünki başqa ailəmiz yoxdur. Yəni bu ümumi ailəyə gedən yolda törədən keçir. Bugünkü günümüzdə dövlət başçıları səviyyəsindən tut, dövlət qurumlarında bir Türk birliyi hamı bir tədbirlər keçirilir, müxtəlif işlər görülür. Necə görürsünüz? Məsələn, mənə çox maraqlıdır ki, Hikmət bəyin öz həmkarlarından dostları varmı? Bir Türk soyundan, Türk boylarından dostları varmı? Mənim Türkiyə türkü olan dissertantlarım var. Onlarla elmi iş aparırıq. Mənim Qırğız türkü olan bir dissertantım var. Dinara Apasova, bu yaxınlarda artıq müdafiə edəcəkdir. Mənim çoxlu Qazax dostlarım var, qohumlarım var. Ailəmizdən Qazax qızı ilə evlənən olubdur. Yəni bu çox mühüm bir məsələdir. Mən elə gəlir ki, bu qan bağlılığı həm genetikamızın yenilənməsi üçün, həm də bağların artırılması üçün və s. Yəni bu işlər paralel olaraq getməlidir. Bugün biz dünyaya baxırıq və görürük ki, gerçəklər müəyyən deyək ki, olaylara görə və dəngələrə görə, hansısa deyək ki, balansa görə dəyişdirilə bilir. Və özəlliklə Qərb mediasının dünyaya yaymağa çalışdığı bəzi dırnaqarası gerçəklər, hansı ki, deyək ki, onlara sərf eləyir, biz Türk dünyasına qarşı ikili necə standartların olduğunu da görürük. Sizcə Türk dünyası bugün jurnalistlərimi, mediasımı necə bir platforma eləməlidir ki, bizim də səsimiz gür çıxsın, bizim də səsimiz o Qərbin belə barbar bağıran gerçəklər, öz gerçəklərini dünyaya yayan o medialarla belə deyək də səsimiz onlara da çata bilsin, ünümüz onlara da yetə bilsin, o dünya dedikləri o ictimai fikri, topluluq fikrini dəyişdirə bilək. Bax, sizcə bir media insanı kimi hansı addımlar atılmalıdır Türk mediasının, Türk mediasının yaranması üçün? Bugün nəhayət tarixi şanslar var, tarixi pəncərələr açılıbdır. Yəni bu missiyanı yerinə yetirmək üçün türkləri qarşı-qarşıya qoymaq ənənəsi çox qədimlərə gedir. Yəni ayrı xalqlar dövlət qurduqları dövrdən bəri türklərin möhtəşəm dövlətlərini görüb və ona qarşı birləşiblər. Dediyiniz media çox mühüm iş görür. Vaxtilə bu funksiyanı dərvişlər həyata keçirirdilər. Şirvanşah 1-ci İbrahim Əmir Teymurun dostu idi və Əmir Teymur da Qaraqoyunlu Qara Yusifə düşmən idi. Təbrizi bir neçə dəfə gedib yandırıbdı. Günlərin bir günü savaşların birində Şirvanşah 1-ci İbrahimin oğlu Əmir Teymura Qaraqoyunlu Qara Yusifə əsir düşür. Yusif o qədər hiddətlənirmiş ki, İbrahimə qarşı ki, sən niyə məni qoyubmusan, gedib Əmir Teymurdan ittifaq qurmusan? Nə edir bu? Bir neçə il saxlayır Şirvanşah 1-ci İbrahimin oğlunu əsirlikdə. Sonra dərvişlər vasitəsindən şaya buraxır Şirvan tərəfə ki, deyin ki, artıq oğlun keçibdir Yusifin tərəfinə və gəlib səni Yusifin dəstəyi ilə, Qaraqoyunlu Qara Yusifin dəstəyi ilə gəlib səni çevirəcəkdir və Şirvanşahları keçirəcəkdir, eləyəcəkdir Qaraqoyunluların müttəfiqi. Doğrudan da bir müddət bu xəbər gəlib Şirvanşah 1-ci İbrahimə çatandan sonra xəbər gəlir ki, İbrahimin oğlunu Yusuf buraxıbdır, Gəcəvənin üstündə, yanında qoruyucular, yüksək belə qonaqpərvərliklə onu yola salıbdır, yolda gəlir. Şirvanşah 1-ci İbrahim inanır ki, artıq bunun oğlu satqını bunu öldürməyə gəlir, dərhal oğlunun boynunu vurdurur. Amma halbuki belə bir şey yox idi. Bu sadəcə Yusufin manipulyasiyası idi. Qaraqoyunlu Qara Yusifin manipulyasiyası. İndi dediyiniz o məsələ, media, bugünkü media, internet, həmən dövrün dərvişləridir. Deyirsiniz ki, insanları manipulyasiya edirlər.
doğrudan da insanları manipulyasiya edirlər. Burada 3 mərtəbəli bir, xüsusi bir təbliğat, informasiya manipulyasiya mərhələləri düzəldiblər. Ona görə də mənə elə gəlir ki, bax bu proses gedir və buna qarşı da ən effektiv mübarizə dediyiniz kimi tək başına deyil, eyni soydan gələn, eyni qan yaddaşından gələn, eyni coğrafiyanı paylaşan, eyni mədəniyyətdən gələn, eyni etnik kökdən gələn bizlərin türk xalqlarının birgə mübarizəsi. Birgə mübarizəsi ilə buna qarşı da çox effektiv, səmərəli müdafiə təşkil etmək olar və mənə elə gəlir ki, dediyiniz əlaqələr də həm ailə müstəvisində olmalıdır, həm dostluq müstəvisində olmalıdır, həm elmi müstəvidə olmalıdır, ondan sonra həm ictimai müstəvidə olmalıdır. Mən sizdən daha çox bilicisi olduğunuz bir sahədən də sual vermək istəyirəm, yer adları ilə bağlı. Məsəl üçün Azərbaycanda və eyni zamanda indiki Ermənistan ərazisində bir çox yer adları biz bilirik ki, Ermənistan dövlətinin aracılığı ilə dəyişdirildi, bizə aid yer adları və eyni zamanda Sovet dönəmində də Azərbaycan özündə də bir çox yer adları dəyişdirildi, o adlar itirildi. Hətta bəzi bölgələrdə bu gün də belə rus dilində adlar var və bunların adları dəyişdirilib, əski adlar itirilib, toponim dediyimiz bu yer bildirim adlarında. Toponimlər hər şeydən öncə bir millətin izidir, həm də bir millətin yaddaşıdır. Hansı əraziyə, hansı adı, hansı xalq veribsə, o ərazi o adından tanınır. Ona görə də bir xalqın kökünü bir yerdən qazımaq istəyirsinizsə, demək onun dilində olan toponimləri silin. Bizə qarşı 200 illik Rus işğalı dövründə bu siyasət aparılıbdır. 200 ildən sonra da ermənilərin regionumuza da gətirilməsindən yenə bu siyasət davam etdirilibdir. Təkcə Qərbi Azərbaycanda deyil, elə Azərbaycanımızın özündə də. Bizim Azərbaycanda Tarix İnstitutunda, Etnografiya İnstitutunda daima bu məsələ pan-İranist tarixçilərin belə deyək, nəzarət altında olubdur. Bu gün də elədir. Bu gün də elədir. Məsələn, bizim Milli Məclisdə bir toponomiya komissiyası vardı, yenə də var. Hansı adı dəyişmək istəsələr gətirirlər, qoyurlar günəşli, çinarlı, küləkli, baharlı, çiçəkli. Mən də həmişə etiraz edirdim ki, niyə? Məsələn, niyə Saqiyan kəndi, Şamaxıda Saqiyan kəndi vardı? Niyə bu kəndin adı dəyişdirilməlidir? Olmalıdır çinarlı, ya da bilmirəm, günəşli deyəsən elədik. Niyə ki? Saqi sözündəndir da, Sakan sözündəndir. Saqi sözü də Sak sözündən əmələ gəlibdir. İndi deyirlər ki, Saqi farscadır. Saqi sözü də Sakların o qımız məclisidir, Sakan. Saqi sözü oradan gəlir. Sonra yaxın şərqdə bu şəraba çevrildi. Niyə biz bunu dəyişirik ki? Hazır bunu izah eləyək də. Saqiyan kəndi ermənicə deyil, türkçədir. Burada yan deyil, iyandır. Saqi an sözündəndir. Altına yazaq ki, bu sözün mənası budur, izah eləyək. Məsələn, bizim çox gözəl bir şəhərimiz var. Əl-Bayramlı deyirlər, indi adını qoyublar Şirvan. Şirvan mahaldır. Niyə bunu Şirvan eləyir? Mən etiraz elədim. Şirvan şəhərindən 6 kilometr Səlyana tərəf orta əsrlərdə Qırxçıraq adlı bir şəhər olubdur. Niyə bunu Qırxçıraq eləmirik? Çünki orada neft çıxırdı, şərqdən, qərbdən gəlirdilər, dəvələrlə neft aparırdılar. Orada da bizim indi necə Bakı kəndlərində daima yanan od var. Orada da yanırdı, çıraq kimi gecə-gündüz orada ateş olurdu. Ona qırxçıraq deyirlər. Qırxçıraq qoyaq da. Məsələn, Şabran sözünü biz dəyişdik, dəvət sözünü niyə Şabran elədik? Dəvəlilər, dəvəli tayfalar, qədim tayfalardır. Gərək fars olsun, Şabran olsun. Nə üçün? Və elə o şəkildə də Qərbi Azərbaycanda. Qərbi Azərbaycanda bizim, yəni Azərbaycanda biz bunu eləyə bilmirik. Burada Qərbi Azərbaycanı eləyə düşünürük. Qərbi Azərbaycan, əlbəttə ki, bu izimizi silirlər oradan. Məsələn, Amasi sözü mənim doğulduğum rayon Amasya. Şumercədir, Ama sözündəndir. Si isə su deməkdir, Amasi. Məsələn, si, su, se, sı, hamısı su deməkdir. Məsələn, biz suya nə deyirik? Su. Çoxlu suya nə deyirik? Sul deməli, eləmə. Bəs niyə sel deyirik? Çoxlu sel. Sel, sözün kökü dəyişdi, düzdürmü? Dərya dəryadır, düzdürmü? Su dəri deməli. Bəs niyə sı dərya deyirik? Sır dərya. Görürsünüzmü? Orta Asiyada. Yəni, bu sözlərin hamısı su əvəzinə işlədir. Məsələn, suvan deyirik. Van nədir? Məskən yer. Sevan deyəndə niyə cırlayırıq? Sevan türkçədir da. Bu da suvandır. Yəni, gökçə rənginə görədir. Suvan isə Sevan deyilən, relyefinə görədir. O çuxura su yığılıbdır, sunun məskənidir. Van, ban evin tavanı və demək altı ayağı deməkdir. Evin üstünə nə deyirik? Ban deyirik, düzdürmü? Evin pataloqla, pataloq deyirik. Evin banı. Bu da evin vanıdır da. Şor van.
Biz dilimizi demək olar ki, çox pis bilirik, yəni, ya da Dilimizi unutmuşuq. çox pis bilirik. Bir qədər də söz arxaikləşəndən sonra bunun üstünə ümumiyyətlə xətt çəkik deyirik ermənicədir. Gəncə Xansaklardır, Çarskiflər. Bu yaxınlarda sağ olsun bizim bir tarixçimiz çox gözəl bir kitab yazdı. Zaur Həsənov. Çarskiflər. Həmin o Xansaklardır da. Tarixdə də Xansak gedir. Bunun adı niyə Xansak olmaz? Deyirlər ki, İrəvan Rəvanqulu xanlarındandır deyir və İrəvanın ermənilər 2500 illik tarixini qeyd edirlər. Olmaz 2500 il tarixi var. 2500 il tarixi var. Axı İrəvana sən erməni şəhər kimi baxırsansa, bunda bəli İrəvanı deyəcəksən ki, tarixi yoxdur. Amma İrəvana Ərban kimi baxırsansa, qədim Erebuni deyirlər. Ərban sözünü ərlərin banı, ərlərin evi, bağban. Nədir bağban? Bağa baxanın evi düzdürmü? Bağban. Bu da Ərbandır, savaşçı evidir da. Elə deyilmi? Bunun arasında biz niyə əlaqə qura bilmirik? Sonra deyirik ki, bu Ərban, Erebuni nədir? Erebuni yoxdur tarix, erməni uydurub. Erməni uydurmuyub. Erməni bizim tariximizi deyir ki, bu da mı öz adına çıxır? Bizim də o tarix yaddaş bayaq dedik, yaddaş olmadığına görə deyirik erməncədir və Erebuninin 5000 il yaşı ola bilməz. 5000 il yaşı var Erebuninin, amma erməninin deyil, hain deyil, bizimdir. Elə erməni sözü də bizim, erməni sözümüzdür. Yüzbaşıyan yazır ki, ermənilərin haylar 3 tərəfdən ibarətdirlər. Qalan hamısı türklərdir. Bunlar da kimdir? Boşalardır, haylardır, qaracilərdir. Kəraçi deyirlər, Kəraçi, bu qaraçıların vətəni, indi Pakistandadır, Hindistanın şimalidir o. Kəraçidən Karaçilər gəlirlər, köçəri tayfalar. Xristianlıq qəbul olurlar, eləyirlər, gəlirlər Erməniyəyə, adı olur Erməniyə. Ermənilər özlərinə öz ölkəsinə Hayastan deyir, biz deyirik, yox, bu Ermənistandır. Niyə Ermənistandır? Bu Erməniyədir. O Hayastan da o özünü hay kimi tanıyır, o Ermən deyil ki. O adı biz deyirik. Yəni bu belə bir dolaşıqlığa salıblar və biz də məcbur oluq özümüzdən inkar edirik. Amma dediyiniz məsələ çox əhəmiyyətli məsələdir. Məsələn biz bu kəndə gəlirik, doğrudurmu? Bu meşənin adı nədir? İspak meşələri. Düzdürmü? İspak sözünü izah edə bilmirik. Bugün sabah götürüb dəyişəcəyik ki, İspak görəsən. İspak İzabak sözündəndir. Bu qalın meşəliklərdə ova çıxanda İzabakla gedirdilər. İzabak nədir? İzabaxan. Sabak formasında, İzabak sözü sabak formasında Qıpçaqlar vasitəsilə ruslara keçibdir. Sabak it, yəni köpək, ov köpəyinin adı İzabakan idi. İşçi demək, İzabak sözü. Görürsünüzmü ki, nə qədər gözəl bir meşədir İzabak sözü. Hikmət bəy, əski dönəmdə türkləri güclü eləyən ən önəmli faktorlardan biri də iqtisadi gücləri idi. Yəni əslində belə deyək də qonar göçər bir yaşam biçimimiz var idi və biz elə bil ki mobil bir iqtisadiyyat şəklimiz var idi. Bugün biz elə bil ki o iqtisadi modelimizi elə bil ki sanki itirmişik və daha çox Qərbdən və Avropadan asılı qalmışıq bir çox məsələlərdə. Siz gələcəkdə Turanın, Türk dünyasının iqtisadi fəlsəfəsini necə görürsünüz? Çox maraqlı sualdır. Mənə elə gəlir ki, bizim Türkistan coğrafiyamız ya da Turan coğrafiyamız bütöv və özünə yetərli bir coğrafiyadır. Həm təbii sərvətlər baxımından, həm də artıq sənayeləşmə baxımından. İstəyirsiniz təbii sərvətlərdən başlayaq. Bugün Türk Dövlətlər Təşkilatına üzv olan ölkələrin ixracat potensialı qazma enerjisi baxımından çox böyükdür. Qazaxıstanın nefti, qazı, Türkmənistanın qazı dünyada ehtiyatlarına görə birinci beşlikdədir. Azərbaycanın nefti və qazı, Qazaxıstanın uranı, ondan sonra qardaş Türkiyənin boru ehtiyatları və s. Yəni bunlar bizim coğrafiyamızın təbii ehtiyatlarıdır. Yəni uğurlu bir yeni iqtisadi model qurmaq üçün ilkin şərtləri təmin edəcək, ilkin maliyyəni təmin edəcək baza var. Doğrudur, bugün bu istiqamətdə çox mühüm addımlar atılır. Məsələn, Qazaxıstan neftinin Azərbaycan üzərindən nəql olunması, Türkmənistan qazının Azərbaycan üzərindən, Türkiyə üzərindən Avropaya nəql olunması. Yəni bunlar böyük və modern iqtisadiyyat qurmaq üçün çox mühüm göstəricilərdir. İkinci məsələ nədir? Biz yeni bir model qura bilmişik. Məsələn, Türkiyədə müasir sənaye, tekstil sənayesi həmişə güclü olubdur Türk dövlətlərində.
Bunun xam malı da bizdə var, müasir avadanlıqlar da bizdə var. Özbəkistan dünyanın ən keyfiyyətli pambığını, pambıq liflərini, uzun pambıq liflərini yetişdirə bilir. Azərbaycanda pambıqçılıq olubdur. Mənə elə gəlir ki, Türkiyədə də bunun fabrikləri, bunun demək son hala gətirilməsi, məhsula çevrilməsi məsələləri ilə bağlı güclü bir sənaye potensialı var. Yəni əgər bundan sonraki mərhələ keçmiş İSSR-dəki kimi Türk Dövlətləri Təşkilatının iqtisadi inteqrasiyası elətdirib və bunları bu gücü bir araya gətirsək, mənə elə gəlir ki, dünyanın daima tələbatı olacaq ixracat mallarına sahib ola bilərik. Bu bir, amma bu sadəcə bir hələ. Ən əsas məsələ isə Azərbaycan prezidenti bu yaxınlarda Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə 3 məsələyə toxundu. Dedi, bunlardan biri təhlükəsizliyimizdir. İkincisi, müdafiə sənayələrimizin inteqrasiyası və gücləndirilməsidir. Və də iqtisadi məsələlərdir. Baxın, hərbi sənaye imkanlarına görə, özdə ən müasir hərbi sənaye imkanlarına görə qardaş Türkiyə çox öncül yerlərdədir. Azərbaycan da öncül yerlərdədir artıq və mənə elə gəlir ki, Türkiyə ilə Azərbaycan arasında bu inteqrasiya, sənaye istehsalının, hərbi silah-sursatın istehsal olunması məsələləri təkcə özümüz üçün deyil, həm də digər Türk dövlətləri üçündür və bunun çox böyük ixracat potensialı var. Məsələn, biz görürük ki, bu yaxınlarda Azərbaycanda keçirilən hərbi sənaye mallarının sərgisində neçə ölkə, o cümlədən başda qardaş Qazaxıstan və Özbəkistan olmaqla da Azərbaycandan hərbi sənaye məhsulları almaq üçün müqavilə imzaladılar. Yəni bu qarşılıqlı bu əlaqələr mənə elə gəlir ki, bu müasir dünyanın ən çox ehtiyacı olduğu şey. Yəni yeni dövrün yeni hərbi sənaye məhsulları. Çünki bunlar dronlardır, ondan sonra bunlar kamikaze dronlardır, bunlar uçan hava vasitələridir və s. və s. Yəni dünya yeni bir mərhələyə qədəm qoyubdur. Dünyanın ən perspektivli bazarı hərbi sənaye məhsulları bazarıdır və ən çox maliyyə də orada olur, maliyyə imkanları da orada qazanılır. Mənə elə gəlir ki, ənənəvi ağır o sənaye mərhələsi arxada qalır, daha mobil, daha ikisi, amma daha döyüşdə daha effektli, demək biz silahları istehsal edə bilirik, Azərbaycanda istehsal edə bilir. Yəni, əlbəttə ki, indi baxın, görün, biz nə qədər geniş bir spektrdə bu məsələlərdən danışdıq, yəni iqtisadiyyatımız üçün. Bunları səmərəli istifadəsini təşkil etsək, mənə elə gəlir ki, artıq bu istiqamətdə addımlar atılır. Böyük bir yeni Türkistan iqtisadi modelini qura bilərik, məsələn, Avropa İttifaqında olduğu kimi. Burada biznesin ya da iş dünyasının bir başka bir yönü daha var. Bu da dəb dediğimiz, o moda industriyası dediğimiz ve o görkəm, eyni zamanda bunun içine show business, sinema, musiki yönlərini də qataraq əyləncə iqtisadi, yaradıcı sənaye dediğimiz böyük bir sahə var. Və sizin də görkəminiz, görürəm ki, siz sevirsiniz öz geyimlərimizi geyməyi və bugün də bizim verilişimizə bax bu gözəl geyimlə qatılmışdınız. Bu da çox bizi xoşumuza gəldi, çox sevindirdi bizi. Və baxın, siz necə düşünürsünüz? Biz Azərbaycan olaraq, Türk dünyası olaraq öz yaradıcı sənayemizi necə inkişaf elətdirməliyik? Bugün bizim bütün Türk dünyasının qardiropları Qərbin dərzilərinin, geyim tasarımcılarının, tasarımcıların geyimləri ilə doludur. Biz bugün adi yaşamımızda da qərblilər kimi geyinirik, evimizi qərblilər kimi bəziyirik, dayıyıb döşüyürük. Bütün görkəmimiz qərbli kimidir da, Türk kimi geymirik, yəni özümüz kimi deyilik. Necə düşünürsünüz? Bax, gələcək yaradıcı sənayenin qabağında, bax, bugün dünyada belə bir yaygın olan, belə alınma sözlə desək, trend olan bir etno-fashion anlayışı var. Yəni öz geyim, hər xalqın öz geyimi. Bax, sizcə bu öz geyimimizi gəlişdirməyin vaxtı gəlib çatmayıb mı? Onca Süleymanovdan soruşurlar ki, əgər Türk dili sizin deyil, belə qədim dildirsə, belə böyük dildirsə, siz niyə əsərlərinizi rus dilində yazırsınız? Onca Süleymanov deyir ki, hələ bilmək olmaz o rus dili kimindir, çünki rus dilinin sözlərinin 60%-dən çoxu türk sözləridir. İndi bizə elə gəlir ki, bəzən biz qərbin geyimini geyinirik, amma bilmək olmaz, o elə bizim geyimlərimizdir əslində bəlkə. Mən elə ki, doğrudan da belədir. Nəyə görə? Dünyanın ən isti iqliminə malik olan coğrafiyalarda ətək geyinirlər. Ərəblər məsələn, səhrada 50 dərəcə isti ətək geyinirlər. Qadın da, kişi də. Dünyanın ən soyuq iqliminə malik olan İslandiyalılarda, Şotlandlılarda, İngilislərdə yenə ətək geyinirlər. Doğrudurmu? Biz isə şalvar geyinirik. Şalvar bizimdir, türklərindir. Türklər ata minmək üçün bu geyim, şalvar geyimi icad ediblər.
batminmək geyimidir. Dünyanın hər yerində çarıq geyinirdilər və yaxud ayağı yalın gəzirdilər. Bu gün də Avropanın şimalından vaxtilə 16-cı əsrdən sonra 17-ci əsrin ortalarında Amerika köçən yerli İrlandlılar və yaxud Şotlandlılar yenə də qışda az qala ayaq yalın gəzirlər. Orada yaşayanlar o məişəti yaxşı bilirlər. Amma biz həmişə çarıq geymişik, üstəlik çarığa daban qoymuşuq. Bu da bizimdir. Çünki biz üzəngiyi kəşf eləyəndən sonra atı minəndə ayağımız üzəngidən sürüşməsin deyə çarığa bir daban da tikdik. Avropalının geyindiyi kiçik dabanda kişilərin, qadınların geyindiyi o dik daban dediyimiz o dabanda, Avropalının geyindiyi şalvar da elə bizimdir. Ona görə də mənə elə gəlir ki, elə biz çox da milli geyimimizdən kənar düşməmişik. Nəticə etibarla dabanlı ayaqqabı bizimdirsə, şalvar bizimdirsə, kalpak dediyimiz Avropada qışda hamının geyindiyi qulaqlı papaq müxtəlif növləri, o kalpak da bizimdirsə, deməli bizim geyimimiz Avropalılar geyinir. Çünki Avropaya bu geyimi Atilla gətirdi. Necə ki o dildə bumerang sözlər var. Gedir başqa xalqa, orada başqa semantik məna qazanır, təzənə sənin özünə qadir elə bilirsən ki, yad söz. Doğru buyurursunuz ki, orada önemli meseleler var ki, bu dediğiniz şeyleri qatırım, amma bugün bunun parası qərbliyə gedir. Doğrudur. Mən bunun bu tərəfindən danışıram. Doğrudur. Biz öz geyimdə öz dəyərlərimizi necə yaradaq? Dəbidə öz dəyərlərimizi necə yaradaq? Necə eləyək ki, qərblinin dərzisi yox, bizim dərzimiz varlı olsun. Biz necə eləyək ki, o iqtisadi gücü geri qaytaraq? Tamamilə doğru buyurursunuz. Mənə elə gəlir ki, burada da artıq müəyyən addımlar atılır. Məsələn, qardaş Türkiyədə niyə edirlər? Onlar hələlik sadəcə Osmanlı dövrünü götürürlər. Osmanlı dövrü saray geyimlərini yeni ilin dəbi kimi bir qədər müasirləşdirirlər və onu yeni dəb kimi təqdim edirlər. Mənə elə gəlir ki, Azərbaycanda da bunu eləmək mümkündür. Amma məsələn, Osmanlı dövrü bir qədər ərəbləşmiş, eynən sizin buyurduğunuz kimi artıq bir qədər avropalaşmış geyim tərzidir. Amma ondan əvvələ qayıtsaq, tutaq ki, məsələn, 12-ci əsrdən əvvəl Səlcuqlulardan sonra geriyə getsək, miladdan öncə 7-ci əsrə qədər bizim xüsusi geyimlərimiz var. Və bu günə qədər də geyim o qədər də dəyişməyibdir. Elə miladdan öncə 7-8-ci əsrlərdə də ən yaxşı geyim dəridən olub, bu gün də ən yaxşı geyimlər dəri geyimlər hesab olunur. Sizin dəyinizdəki dəridir, mənim dəyinimdəki dəridir və s. Ayaqqabılarda yenə dəridir. Yəni biz bunun necə emal olunmasını bilirik. Milli ornamentlərimiz, milli zövqümüz çox zəngindir. Milli geyim tərzimiz çox qədim və çox zəngindir və bunun üçün onu yenidən bərpa etmək üçün də imkanlarımız var. Bayaq həm dediyimiz kimi demək bitki mənşəli geyimlərdən, tutaq ki, pambıqdan alınan geyimlərdən müasir milli geyimlərimizi yarada bilərik. Həm də dəri mənşəli geyimlərdən, yəni bu da insan başqa nə geyinir ki, elə bunları geyinir də. Ona görə də mənə elə gəlir ki, iqtisadiyyatımızın çox böyük bir parçasına çevrilə bilər və dünyada hətta trend ola bilər. Əcdadımız çox zövqlü olubdur geyimlərindən. Hətta mən elə gəlir ki, məsələn, Qazaxıstanda tapılan o qədim şahzadə qəbirlərində bəzilərində onların gödəkçələri, geyimləri o qədər aydın qalıb ki, xüsusi rəssamlar, xüsusi dizaynerlər onları işləyib bərpa edib, yenidən bir qədər də müasirləşdirib və yaxud bir qədər də arxaikləşdirib, yəni bu modelyerin, dizaynerin zövqünə bağlıdır, öz tərzimizi yarada bilərik. Məişətdə isə mən elə gəlir ki, bu çox vacibdir, siz çox doğru buyurursunuz. Yəni o milli fərqi göstərmək üçün bayramlarımıza doğrudur bizim məsələn xanımlarımızın çox gözəl rəqs qruplarımızın çox gözəl geyimləri var və s. amma çox uzağa getmirəm. Hətta bizim nəslin 55-60 yaşında olan bu nəslin xatırladığı nənələrin geyimi ayrıca bir dünyadaxı. Yəni onlar da bərpa eləmək olar. Mənə elə gəlir ki, bu həm də mühüm iqtisadi faktordur. Çox doğru buyurursunuz ki, əgər biz yeni yaradacağımız birliyin həm də iqtisadi əsaslarından danışırıqsa, bu istiqamətdə də çox mühüm addımlar atılmalıdır. Təşəkkür edirəm ki, bu da törənin bir parçasıdır. Yəni geyim sadəcə geyim deyil idi. Geyim nişanə idi. Sosiologiyada sosial dil deyirlər. Yəni danışmadan özün haqqında məlumat vermək, üzüyün hansı barmağa taxılması, qaşının alınmaması, geyiminin necə olması, hansı paltardan necə istifadə edilməsi. Qadına müxtəlif yaşlarda, məsələn biz müxtəlif formada paltarlar geyindirirdik uşaq vaxtından, məsələn bəyim, xanım, bəyim, xanım, xanım, xatın, xatın. Yəni bu mərhələləri keçdikcə bu yaş dövrünə görə türklər xalqlarının qadına verdiyi adlar idi.
müxtəlif yaşlarda, məsələn, necə çağırırdı və hər yaşın da özünün geyimi odur. Çox xoş oldu fikirlərinizi dinləmək. Bizim bir dəyərimiz var və biz bütün qonaqlarımızla bu dəyəri də yaşatmağa çalışırıq. Bu bizim gələneksel oxçuluğumuzdur. Sizinlə bir ox atma meydançasına da çağırıram sizi. Bir ox ataq. Təşəkkür edirəm, çox sağ olun. Açılsın. Çox Buyurun. maraqlıdır. İsmət bəy, gəldiniz, öz düşüncələrinizi bizlə paylaşdınız, öz biliklərinizi bizlə paylaşdınız. Çox sağ olun, var olun ki, bizim çağırışımızı eşitdiniz, bizi qırmadınız, gəldiniz və düşüncələrinizi bizlə paylaşdınız. Sağ olun. Siz də sağ olun. Sağ olun ki, bu törəmizi yaşadırsınız. Çox faydalı iş görürsünüz. Çox sağ olun. Var olun.